vicdanlı adamlar olmalıdır. Vicdanlı. Surət Hüseynovla Rövşən Cavadovun arasında müəyyən əlaqələr var. Türkiyənin baş naziri Tansu Çillərin də adı bu qiyam işinə qatışdırılmağa çalışılır. Əlbəttə, Süleyman Demirel maksimum çalışmalı idi ki, Türkiyə dövlətinin adı bu hadisələrdə hallandırılmasın. Eləcə də Tansu Çillərin adı Rövşən Cavadovun əsəbləri axıra qədər dözmədi, o qaçmağa üstünlük verdi və barının üstündən qaçıb tullanıb getmək istəyərkən əsgərlərdən biri elə bilibdi ki, kimdirsə nəsə bir provokasiya xarakterli nəsə eləmək istəyir, ona atəş açmışdı. Atəş onun bud hissəsindən dəyib yaralamışdı. Rövşən Cavadov igid oğlan idi, mərd oğlan idi. Amma onu sonradan bu hakimiyyət eşqinə yuvarlandıran kimlər oldu, mən çox təəccüb edirəm. Nəsə demək istəyəndə ağlını tutdular və müstəqilliyi təzə qazanmışdıq. Dövlət hələ kifayət qədər möhkəmlənməmişdi. Əbülfəz İlçi bəy hakimiyyəti qoyub Kələkiyə getmişdi. Xalq da Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. Belə sözün əsl manasını tələb etmişdi onun hakimiyyətə gəlməsini. Amma bütün bunlara baxmayaraq həmin dövrdə əli silahlı adamlar, qeyri-formal silahlı dəstələr, yəni hakimiyyətin nəzarətində olmayan qeyri-formal silahlı dəstələr kifayət qədər idi. Dövlət özünü cəmləyə bilməmişdi tam. Cəbhədə qoşun var, ermənilərlə döyüşürük. Bakıda silahlı qüvvələr var, çox azdır. Yəni, qarışıq bir dövr idi. İnsanların şuur səviyyəsi, inqilabı şuur səviyyəsi deyək. İnsanların dövlətçilik şuur səviyyəsi mənim zənnimcə yetkin deyildi. O zaman da aman, mən demirəm, 5-10 nəfər xəyalpərvərin dəstəsi idi. Bunlar müharibə keçmişdilər, döyüşmüşdülər. Bunların müəyyən xidmətləri var idi və bu xidmətlər özləri haqqında həddindən artıq yüksək fikir yaradırdı. Bunlar elə bilirdilər ki, bunlar döyüşüblər, erməni öldürüblər, ondan falan yerdə torpaq götürüblər. Deməli, hakimiyyətə iddialı olmalıdır, hakimiyyəti ələ almalıdırlar. Belə fikirlər coşur. O adamların idarəçilik qabiliyyəti yoxdur, mən dediyimi hakimiyyəti götürmək. İdarəçilik qabiliyyəti olmasının qoyuram bir yana. Bu adamlar vətənpərvər deyirlər, vətəni lazım olduğu qədər sevmirlər. Hakimiyyəti bir oyuncaq kimi, necə deyirlər, bir ləzzət mənbəyi kimi dərk edirlər. Hakimiyyət isə əgər söhbət ciddi hakimiyyətdən, özə yenicə müstəqillik qazanmış ölkənin hakimiyyət quruculuğundan gedirsə, çox böyük, səriştəli, intellektual, hazırlıqlı adamlar olmalıdır. Vicdanlı adamlar olmalıdır, vicdanlı. Bu dəstələr silahlı adamları ilə birlikdə hakimiyyətə bu və ya digər formada təzyiq göstərirdilər. İlk belə təzyiqi Surət Hüseynov Gəncədə göstərdi. Ondan sonra gəldi Bakıda göstərməyə çalışdı, alınmadı. Sonradan məlum oldu ki, Surət Hüseynovla Rövşən Cavadovun arasında müəyyən əlaqələr var. Surət Hüseynov hadisələri yatırılandan və Surət Hüseynov baş nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yeni bir təhlükə mənbəyi kimi Amonçular meydana çıxdı. Amonçular o zaman xeyli sayda var idi, müəyyən qismi və ermənilərə qarşı mübarizədə iştirak etmişdilər, vuruşmuşdular. Amma sonradan meydanı qoyaraq gəlib 8-ci kilometr deyirlər, orada böyük bir binanı tutub, oranı kazarm eləmişdilər. Rövşən Cavadov Amonçuların Gəncədə, Qazaxda, ondan sonrasına və bir sıra rayonlarda kiçik dəstələrini də yaratmışdı. Onun vasitəsilə yerli təşkilatlara təzyiq göstərirdi. Açığını demək lazımdır. Mənim yadımda qalan budur ki, həm də onların bəziləri, bəzi hakimiyyət orqanlarından bir növ vergi alırdı.
bir növ belə xərac alırdı, xərac. Bu şəraitdə Rövşən Cavadovun təhlükəsi artırdı. O zaman Heydər Əliyev Rövşən Cavadovun təhlükəsini azaltmaq üçün dəfələrlə onunla telefonla danışdı. Öz yanına dəvət elədi. Amma bu dəvətdən o imtina etdi, gəlmədi. O zaman da BMT Baş Məclisinin sesiyası keçirilirdi. Heydər Əliyev həmin sesiyaya mütləq getməli idi, çünki neft məsələləri də müzakirə olunacaqdı. O cümlədən Azərbaycanda çıxarılacaq neftin taleyi də o məsələlər içərisində müzakirə edilməli idi. Mən yaxşı xatırlayıram, mənim yanımda olduğu söhbət Süleyman Dəmirəl Heydər Əliyevlə görüşdü, qucaqlaşdı, öpüşdü və sonra dedi, sən burada neyinirsən? Və yaxud onun diliyle desək, sən burada nə yapıyorsan? Sən niyə vətənində deyilsən? Heydər Əliyev soruşdu ki, nə olubdur ki? Dediniz, yəni nə olubdur ki? Ölkəni hakimiyyəti çevirmək istəyən qüvvələr peyda olubdur. Küçələrdə əli silahlı dəstələr gəzişir və s. Vəziyyət ekstremal dərəcədə qorxuludur. Sən indi təcili, əcələ et, geriyə Bakıya dön, buradan İstanbula gedirsən, İstanbulda bir də görüşərik Atatürk köşkündə. Bundan sonra Heydər Əliyev öz komandasında bizi yığdı başına. Nə ola bilər, nə baş veribdi ki, belə bir hadisələr olur. Amma ondan bir gün əvvəl biz bir xəbər almışdıq ki, Afiyəddin Cəlilovla Ali Sovet sədrinin müavini xüsusi idarənin rəisini güllələyib öldürüblər. Bu iki xəbəri bildik və hər şeyi bu ətrafda yozmağa çalışırdıq. Amma sonradan Rəsul Uğuliyev ilə əlaqə saxlanılanda məlum oldu ki, vəziyyət o qədər də sadə deyil, ciddidir. Heydər Əliyevin Bakıya dönməsi çox lazımdır. Əks təqdirdə proseslər nəzarət altından çıxa bilər. Bir də oldu, İstanbulda düşdük, Atatürk köşkündə bir stəkan çay içəndən sonra elə Süleyman Dəmirəl də yetişdi. Sonra qapılar bağlandı, bağlı qapılar arxasında nələr danışıldığını mən yalnız təxmin edə bilirəm. O da sonradan bu hadisələri təhlil edib, müəyyən qənaətlərə gələndən sonra. Çünki mən ilk məlumatları müəyyən yoldaşlardan alanda gördüm ki, burada Türkiyənin də adı hallanır. Türkiyənin baş naziri Tansu Çillərin də adı bu qiyam işinə qatışdırılmağa çalışılır. Əlbəttə, Süleyman Dəmirəl maksimum çalışmalı idi ki, Türkiyə dövlətinin adı bu hadisələrdə hallandırılmasın. Eləcə də Tansu Çillərin adı bu hadisələrdə hallandırılmasın. İndi səfirlik işə qarışmışdı, bu sübut olunurdu. Altan Karamanoğlu dəfələrlə öz kabinetində və eləcə də digər məchul yerlərdə adamları toplayaraq gələcək hadisələrin senarisini cızmışdılar. Siz deyirsiniz ki, bəs Altan Karamanoğlu'na kim göstəriş vermişdi? Mənim zənnimcə bu Altan Karamanoğlu çox avantürist adam olduğundan onun Türkiyədən göstəriş alması mümkün deyil. Xüsusilə prezidentdən, baş nazirdən də yenə mən ehtimal etmirəm Tansu Çillərdən. Təcili vidalaşıb Bakıya qayıtdıq. Bakıya qayıtdıq, görürük ki, vəziyyət təsəvvür etdiyimizdən də kəskindir. Və Heydər Əliyev yenə də yığışdıq. Əsas
siyasi elitanın üzvləri yığışdıq və müzakirə elədik. Məsələnin həllinin silahlı variantı var idi. Yəni ordu var, əlimizdə güclü silahlı dəstələr var. Amma biz istəmirdik qan tökülsün. Qan tökmək yolu ilə məsələni həll edək. Biz danışıqlar yolu ilə bu adamları haqq yoluna qayıtmaq, dövlətçiliyi qorumaq yolu ilə məsələnin həllinə çalışırdıq. Xüsusən Heydər Əliyev televiziya ilə xalqa müraciət elədi, xalqı bildirdi ki, bax belə meyllər var, mən bu meylləri danışıq yolu ilə həll edirəm və s. və s. Ondan sonra qərara gəldik ki, Rövşən Cavadovun atası, Allah rəhmət eləsin, çox yaxşı kişi idi, bəxtiyar kişi ilə danışıqlar üçün 8-ci kilometrə Amonun qərargahına göndərək. Onlar da tam məmnuniyyət hissi ilə və bəxtiyar kişi xeyli qəzəbli idi. Niyə bunlar belə deyir? Niyə bu hərəkətlər olur? Və onlar getdilər. Onlar nə etməli idilər? Amon tərk silah olunmalı idi. Tərk silah olunmuş Amon üzvlərinə Daxili İşlər Nazirliyi sistemində iş ilə təmin edilməli idi. Rövşən onsuz da Daxili İşlər Nazirinin müavini idi. Və o bu vəzifəni açığını deyim ki, o qədər də ürəkdən bəyənib götürməmişdi. Amma hər halda bu vəzifədə qalırdı. Ona görə də bu məsələlərlə Bəxtiyar kişi ilə Bəxtiyar Vahabzadə 8-ci kilometrə getdi və qayıtdılar. Onların deməyindən belə çıxırdı ki, yox, bunlar təslim olmağa, tərk silah olmağa hazırdılar. Onu da deyim ki, Amonun ətrafında bərai ehtiyat Azərbaycan Silahlı Qüvvələrinin tank birləşmələri, ondan sonrasına digər çevik qruplaşmalar, polisdən və s. belə Amonun qərargahını mühasirəyə almışdılar. İlk atəşi Amonçular tərəfdən etdilər. Hansısa bir səfi əli əsəbləri dözməyib tətiyə dəydi və atəş açıldı. Atəş açılanda Azərbaycan ordusunun əsgərləri də atəş açmağa başladı. Hətta tanklar var idi. Tankların artilleriyasından da atəş açıldı. Tank artilleriyasının atəşindən sonra dərhal orada sakitləşmə getdi. Əlaqə belə idi. Deməli, biz Heydər Əliyevlə əlaqə saxlayırdıq. Heydər Əliyev Altan Karamanoğlu ilə əlaqə saxlayırdı. Onların bir telefonu var idi. O telefon sabit xəttə qoşulan telefon deyil. Hava telefonuydu. Dünyanın hər yeri ilə danışmaq olurdu. O xətt vasitəsilə Altan Karamanoğlu ilə danışmış və demişdi ki, biz təslim olmaq istəyirik. Amma ağ bayraq yoxdur. Təslim olduğumuzu bildirək. Çünki onlar binanın içərisində gizlənmişdilər. Heydər Əliyev də çox ağıllı adam idi. Deyir, Allah evinizi tiksin. Yatdığınız yerdə mələfə deyirlər də, döşəyin üstünə sərilən mələfə yoxdur. Onu iki yerə parçalayın, bir ağaca taxın və bayıra çıxın. Biz bilək ki, ağdır da, ağbadır. Bu cür elədilər, bunlar həmin mələfələri cıraraq əllərində ağ bayraq bayıra çıxdılar. Amma təəssüf ki, Rövşən Cavadovun əsəbləri axıra qədər dözmədi, o qaçmağa üstünlük verdi. Və barının üstündən qaçıb tullanıb getmək istəyərkən əsgərlərdən biri elə bilibdi ki, kimdirsə nəsə bir provokasiya xarakterli nəsə eləmək istəyir, ona atəş açmışdı. Atəş onun bud hissəsindən dəyib yaralamışdı. Dərhal Rövşən Cavadovu təcili yardım maşınına qaldırdılar. O qan axan yerə pambıq, nə lazım olan həkimlər bilir, mən bilmirəm dadına. Amma təəssüflər olsun ki, güllə o çox pis yerdən dəymişdi və qanı dayandırmaq mümkün olmuyor. Çatana qədər
Xəstəxanaya çatana qədər yolda artıq Rövşən Cavadov həyatını tapşırmışdı. Bizim üçün də çox böyük ürək ağrısı idi. Çünki bir-birimizi tanıyırdıq. Və eyni zamanda Rövşən Cavadov igid oğlan idi, mərd oğlan idi. Qarabağ döyüşlərində çox iştirak etmişdi və uğurları da kifayət qədər idi. Amma onu sonradan bu hakimiyyət eşqinə yuvarlandıran kimlər oldu, mən çox təəccüb edirəm. Burada əlbəttə onun qardaşı Mahirin adını çəkə bilərəm, amma digər adamları bilmirəm. Bu adam AMON-un komandiri, Daxili İşlər Nazirinin mavinidir. İndi bu cavan yaşında bunun artıq karyeranı ona necə vəd eləmək olardı? Məsələn, o ölkənin birinci adamı olmaq fikrinə düşmüşdü. Və inandırmışdılar ki, səni ölkənin birinci adamı eləyəcəyik. Sualım ki, Altan Karamanoğlu bu işin içində varsa, deməli, inandırma məsələsində Altan Karamanoğlu da iştirak edibmiş. Və beləliklə, Rövşən Cavadova demişdilər ki, arxanda Böyük Türkiyə Respublikası var. Qiyam yatırılandan sonra elə bir ciddi ekseslər olmadı, elə ciddi bir qarşı durum olmadı. Amma qaydasınca silahın nömrəsini hökumətin adamları da elə həyətdə idi. Onlarda da silah bir tapança idi və bir də ki Kalaşnikov avtomatlar idi. Onların hamısının bir təhvil adını yazıb, özlərini də müvəqqəti saxlama təzyiqxanaya göndərirdilər. Həbslər Bakıdakı hadisələrə qədər olmuşdu. O, mən bildiyimə görə. O zaman AMON-un Qazax bölməsi var idi. O bölmə Gəncə bölgəsində, Qazaxda və tərəf rayonlarda həddindən artıq belə bir növ yerli hakimiyyətlərlə rəqabət şəraitində fəaliyyət göstərirdilər. Biri deyirdi, mənim 3 ton misimi ələ keçirdilər. Biri deyir, məndən bu qədər pul aldılar. İndi onları dəqiqləşdirmək mümkün deyil. Amma həqiqətən də bu adamın adını yadımdan sala bilmirəm. AMON-un Qazax bölməsinin komandiri. O AMON-un Qazax bölməsinin komandiri də sonradan həbs edildi. Onunla birlikdə bir neçə həbs edildi və onlara ömürlük həbs cəzası verildi. Hardasa bir 6-7 nəfərə. Bu gün də onlar hələ əhv edilməyib və azadlığa buraxılmayıbdır. Bu həbsdə olanların çoxusu azad olundu. Böyük əksəriyyəti azad olundu. 2 nəfər haqqında isə ölüm hökmü çıxarılmışdı ki, bunlar Qazax AMON-unun üzvləri idi. Adları indi yadımda deyil. Onlar bu saatda bir neçə dəfə onları azad etmək istəyiblər. Sadəcə olaraq onlar deyiblər ki, biz axıra qədər ölüm hökmünü yatmaq istəyirik. Belə bir söz də var. Yenə deyirəm, bu mənim qulağıma dəyən sözlərdir. Bu cür ciddi hadisələrdə elə belə oradan-buradan eşidilmə sözlərlə danışmaq olmaz. Amma mən nə dedim, demək olar ki, şahidi olduğum hadisələr dedim. Dövlət aparatında işləyirdim. Fərman Dəmirqol universitet müəllimi idi. Bu İstanbul Universitetinin hüquq fakültəsi üzrə müəllimi idi. Buraya gələndə həm də cavan ölkədir, konstitusiyası yazılır, bəzi qanunvericilik aktları yenidən işlənir, Rusiyadan Sovet İttifaqına götürülməyəcək ki. O zaman buna professor da vermişdilər burada, professor rütbəsi. Fərman Dəmirqol Ali Sovetin qanunvericilik şöbəsində
işe götürmüşler. Evvel İTA değiller. Onların bir Rəşid Beypidov küçəsində təşkilatı var ki, Türk dilli respublikalar arasında elm və biliklərin təbliği ilə məşğul olurdular. Sonradan onu Ali Sovetə götürdülər və o qanunverici işləri ilə məşğul oldu. O prosesdə də onun Amonçularla yaxınlaşması olubdu. Nə cür, hansı şəraitdə onu deyə bilmərəm. Amma həmin hadisələrin baş verdiyi gecə Fərman Dəmirqul ona qədər çox fəal olub, məktub daşıyıb, ora gedib, bura gəlib, səfirlə ciddi əlaqələr saxlayıb və s. və s. Və ona görə də onu həbs etmək istəyirdilər. Amma Altan Karamanoğlu Süleyman Dəmirələ zəng vuraraq bu adamı mütləq azad etmək lazımdır. Niyə lazımdır? Çünki başı boşdur, ağzı boşdur, ağzına gələni, yalanı, palanı, hər şey danışır. Zənfurov Heydər demiş ki, o səfehin biridir. Ondan hər cür nağıllar eşidəcəksiniz. Sizin nəyinizə lazımdır? O istintaqa heç bir kömək edəcək. Onu buraxdılar və o cürdə ölkədən çıxartdılar. Bunu da parmağa gələn MİT-in xüsusi təyinatlı dəstəsi idi. Gücsüz canlı adam vardı. Onu da qadağan ediblər ki, danışma, danışmayacaqsan. Bu nəsə demək istəyəndə ağzını tutdular və itələdilər maşının içine. Mən inanmıram ki, o nəsə jurnalist soruşur ki, siz niyə dövlətçə bir şey deyirsiniz? O da nə bilim ağzına gələn deyəcəkdi və beləcə də bu məsələ qutaracaqdı.